Niyə məsələn bir yetkin insan illərlə qrammatika ilə boğuşur, amma 3 yaşlı bir uşaq ikinci dili sanki havadan qapır? Nədir bu prosesin arxasındakı sehir? O sehrin elmi adı neyroplastiklikdir və o sehrin ən güclü olduğu dövrədə həssas dövr və ya critical period deyirik. Təxminən belə deyək, 0-7 yaş aralığını əhatə edir bu dövr. Uşağın beyni o yaşlarda hələ tam bərkəməmiş bir gil kimidir. Hər yeni səs, hər yeni təcrübə o gildə dərin bir iz buraxır. Amma yetkin insanın beyni artıq bişmiş bir saxsı qab kimidir. Bəli, yeni bir şey əlavə etmək olar, amma bu sadəcə səthə yapışdırılan bir bəzək kimi qalır. Uşaqda isə dil beynin memarlığının bir parçasına çevrilir. Deməli, biz dili sonradan öyrənirik, onlar isə dillə birlikdə böyüyürlər. Bu fundamental bir fərqdir. Dəqiq olaraq və ən vacib məqam da budur ki, uşaqlar dili analiz etmirlər. Onlar üçün qrammatika qaydaları, istisnalar, belə şeylər yoxdur. Onlar dili bir musiqi kimi, bir ritm kimi, bir his kimi qəbul edirlər. Məhz buna görə də demək olar ki, aksentsiz danışa bilirlər. Çünki onlar səsləri biz böyüklər kimi öz ana dilimizin filtrlərindən keçirərək eşitmir, birbaşa olduğu kimi mənimsəyirlər. Bu, yalnız o həssas dövrdə mümkün olan bir qabiliyyətdir.